Ərini baltalamaqda təqsirli bilinərək 1 il əvvəl 9 il həbs cəzası alan Lalə İmaşova azadlığa buraxılıb. Qafqaz İnfo bildirir ki, bu barədə 20 saylı vəkil bürosu məlumat yayıb. Sabunçu rayon məhkəməsi Lalənin 3 az yaşlı uşaq anası olmasını nəzərə alaraq belə bir qərar qəbul edib. Xanım müttəhimin qalan həbsi şərti cəza ilə əvəzlənib, o cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. İttihama görə 30 yaşlı Lalə mübahisə zəminində ərinin başına balta ilə zərbə endirmişdi. O hökmə qədər azadlıqda idi. Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda Laləni ərini qəsdən öldürməyə cəhd etməkdə təqsirli bilib. Hökmə əsasən o 9 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Amma yuxarı instansiyalar cəzanı həddən artıq ağır hesab edib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 ilə, Ali Məhkəmə isə 4 ilə endirib.